Salam hörmətli izləyicilər, əziz kimya sevərlər, sizinlə Dilara Rəşidovun müsabiqəsinə hazırlaşanlar üçün vəsaitindən kimyəvi elementlər mövzusunun izahının davamı ilə qarşınızdayıq. İzaha başlamamışdan ilk öncə bu cür videoların davamlı olmasını istəyirsinizsə, kanalımıza dəstək məqsədi ilə abunə olun, bəyəndiysə bəyən butonunu basmanı xahiş edirik. Birinci sualımızda soruşur. Sağ tərəfdə şişə verilmiş şəkildə aktiv olduğu üçün suyun içərisində saxlanan X elementi verilmişdir. X hansı elementdir? Burada söhbət fosfor elementindən gedir. Bu da C variantına uyğun gəlir. 40-cı sualda sağ tərəfdə verilmiş şəkildə qeyri-metal aid olan X elementi verilmişdir. Biz hansı elementdir? Burada isə kükürdür. Bu da D variantına uyğun gəlmiş olacaqdır. Aşağıdakı element altı bu şəkil dəyişməsi doğru variantı seçin. Karbonun altı bu şəkil dəyişməsi almaz, qrafit, karbon, fluorindir. Ona görə bir düz deyil. Kükürddə də yenə düzgün yazılmayıb. Burada silisiumun kristal və amorf forması var və bu D variantı düzgündür. 42-ci sualımızda adi şəraitdə eyni aqreqat halında olan elementlər cütünü müəyyən edin. Burada C variantına diqqətlə civə və brom, civədə maye halındadır, bromda maye halındadır. A variantında xlor qaz halındadır, brom mayedir, hidrogen qazdır, yod bərkdir, helium qazdır, kükürt isə bərkdir. Verilmiş maddələrdən hansının molekulunda atom sayı kristal kükürdün molekulunda eynidir? Kristal kükürdün molekulundakı nədir? S8-dir. Yəni 8 dənə olmalıdır. C variantına baxsaq, indekslərinin cəmi 8 eləməlidir. 2, 4, bu da 4, 8. Ona görə də C variantına uyğun gəlir. 44-cü sual. Aşağıdakı elementlər hansı kövrəkdir? Yadınızda saxlayın ki, qeyri-metallar kövrəkdir, metallar isə plastikdir. Burada da qeyri-metal nümayəndəsi kükürdür. Aşağıda verilmiş mil kürəcik modeli ilə verilmiş maddələrin neçəsi kimyəvi elementdir? Bunu tapmaq üçün yadınıza saxlayın ki, bir dənə kimyəvi işarə olsun. Bir kimyəvi işarə, bir burada, bir də buradadır. O deyəcək 2, bu da A variantına uyğun gəlir. Müəllim lövhədə havanın əsas tərkibini yazdı və uşaqlardan soruşdu. Azot qazı, oksigen qazı, karbon qazı, su buxarı, helium qazı, neon qazı və argon. Uşaqda neçəsi kimyəvi elementdir? Azot qazıdır, oksigen qazıdır, helium qazıdır, neon qazıdır, argon qazıdır. 1, 2, 3, 4, 5. 5 dənə kimyəvi element var. Karbon qazı və su buxarı isə kimyəvi birləşmədir. 47-ci sualımıza baxırıq. Fosforun altı bu şəkil dəyişməsi haqqında verilmiş ifadələrdən hansı doğrudur? Biz buradan doğru olanları seçəcəyik. Deməli, fosforun bütün şəkil molekullardan ibarətdir. Xeyr, atom quruluşu nümayəndəsi də var. Fosforun bütün şəkil dəyişməsi zəhərlidir. Ağ fosfor zəhərlidir, qalanlar zəhərli deyil. Fosforun bütün şəkil dəyişmələri suda həll olur. Xeyr, ağ fosfor sarımsaq iyilidir. Bəli, bir dənə düzgün cavabımız olacaq D variantı. 48-ci sualımıza deyilir. Aşağıda verilmiş ifadələrdən neçəsi doğrudur? Bu da ən plastik metal qızıldır. Bəli, plastik metal qızıldır. Bir dənə bu doğrudur. Metallar adi şəraitdə ancaq bərk aqreqat halında olurlar. Xeyr, civə maye halındadır. Kükürdün 3-6 bük şəkil dəyişməsi var. Xeyr, 2-dir. Karbonun 4-6 bük şəkil dəyişməsi var. Bəli. Karbon, almaz, qrafit, karbin, fluorin. Metallar istiliyi yaxşı keçirirlər. Bəli, metallar istiliyi yaxşı keçirir. Metallar istidən sıxılır, qeyri-metallar istidən genişlənir. Qeyri-metalın heç bir elektrik cəryanını keçirmir. Qrafitdə zəif də olsa elektrik cəryanı keçirmə xüsusiyyəti malikdir. Qrafit də qeyri-metala aiddir. Yəni bu da düzgün deyil. Cavabımız olur A variantı. 48-də 49-cu sualımızda müxtəlif maddələr, məsələn su, spirt bir-biri ilə qarışaraq qarışıqlar yaradır. Bu qarışıqları ayırmaq üçün bəzi qurğulardan istifadə edilir. Aşağıda nümunə üçün distillə qurusunun şəkli verilmişdir. Bu şəkildə aşağıdakı sadalmalardan hansı yoxdur? Bura diqqətlə baxsaq, burada spirt lampası yoxdur. Eyler kolbası var, ştativ var, yumurtip kolba da var, ancaq spirt lampasını görmürük burada. Adi şəraitdə
aşağıdakı ifadələrdən hansı elementlərə aiddir? Adi şərtdə bərk ədəd halında olur. Elektrik vəsiyə keçirmir. Zərbənin təsirindən ovulur. Söhbət bax elektrik hissəyə keçirmirsə bu qeyri-metaldır. Zərbənin təsirindən ovulur da qeyri-metaldır. Burada qeyri-metal bərk halda olan qeyri-metal isə burada yoddur, D variantına uyğundur. Brom da qeyri-metaldır, ancaq maye halındadır. Eyni bir kimyəvi elementin təbiətdə müxtəlif forma mövcud olmasına nə deyilir? Allotropik şəkil dəyişmə deyirik. 52-ci sualımızda nə deyir? Müxtəlif maddələr bir-biri ilə qarışaraq qarışıqlar yaradır. Bu qarışıqları ayırmaq üçün bəzi qurğulardan istifadə edilir. Aşağıda nümunə üçün ayrıca qıfın şəkli verilmişdir. Bu şəklə də aşağıdakı sadan hansı yoxdur? Buradan indi yenə də baxacağıq. Bunları laboratoriya avadanlıqlarına tanış olmaq üçün qısa short videosu şəkildə kanalımızda var. Ona baxsanız laboratoriya avadanlıqlarını rahatlıqla tanış ola bilərsiniz. Bax burada Eylermen kolbası var, ştativ var, kimyəvi istikan var. Ancaq yassı tip kolba yoxdur. Ona görə də D variantı cavabımız olacaq. 53-cü sualımızda gərək müəllim şagirdi Dilavərə lövhəyə çıxartdı və dedi. Lövhədə yazdığım maddələrin adının qarşısına kimya formulunu yaz. Dilavər formulu yazandan sonra iradə dedi ki, müəllim Dilavər ağ fosforun formulunu yox, qırmızı fosforun formulunu yazıb. Xədicə isə dedi ki, müəllim Dilavər helium qazının formulunu doğru yazmayıb. O 2 atomlu molekul yaratmır. Sonra olaraq müəllim dedi ki, aferin uşaqlar. İradə və Xədicə yoldaşınızın bütün səhvlərini düzəltdi. Digərləri isə doğru yazılıb. Dilavərin yazdığı formul indekslərin cəmi necədir? İndi biz Dilavərin yazdığı formulu yazacağıq. Yəni, burada yazılan düzgün deyil. Dilavərin yazdığı səhvlərlə birlikdə yazacağıq. Oksigen qazının formulunu düz yazıb. Amma helium qazının formulunu səhv yazıb. Helium qazını yazanda H yazırıq. Amma Dilavər yazıb indeksində 2. Fosforu ağ fosfor P4 şəklində yazılıb. Amma Dilavər isə P şəklində, qırmızı ozon qazı isə O3 şəklində yazılıb. İndeksləri hesablayaq. 2, 4, 5, 8. Deməli, indekslərimizin cəmi 8 olmuş olacaq. 54. 54-cü sualımızda nə soruşur? Bizdən deyir ki, sağda verilmiş hansı maddə bir kürəcik model təsvir etmiş. Yadınıza saxlayın ki, bir dənə kürəcik göstərilirsə, bu ya metallardır, ya da ki, təsirsiz qazların formuluna uyğun gəlir. Burada isə qaz halında maddə dediyinə görə təsirsiz qazdan da neon qazıdır. Burada da C variantı uyğun gəlir. Burada isə görürsünüz, aşağıda bir şəkil hansı maddə bir kürəcik modeli verilib. Burada hamısı qazdır deyə. Bizdə burada bilirsiniz ki, oksigen qazı yazanda O2 şəklində, bir də 2 dənə, ona görə də A variantı 55-də götürürük. 56-cı sualımızda deyir, sağda verilmiş şəkil hansı maddənin mil kürəcik modelini təsvir edir? Gördüyünüz kimi mil kürəcik modelində 1, 2, 3 dənəsi eyni, bir dənəsi fərqli. 3 dənəsi eyni, bir dənəsi fərqli amoniakdır. Çünki amoniakı yazdıqda biz NH3 şəklində yazırıq. Sağda verilmiş şəkildə bəzi maddələrin qarşılığı təsvir edilmişdir. Hansı qarşının tərkibində ola bilməz? Bax, bir atomlu var, 2 atomlu var, bir də 4 atomlu var. Biri eyni, 3'ü fərqli olan, yəni amoniakı götürə bilərik. Deməli, azot qazı 2 atomludur. Bəli, ola bilməz dediyinə görə, yəni azot qazı ola bilər. Su buxarı 3 atomludur. H 3 atomludur. Formulu da H2O-dur. Burada isə 3 atomlu maddə yoxdur. Ona görə də elə cavabımız olacaq B variantı. Aşağıdakı verilmiş elementlərdən hansı həm 2 atomlu, həm də 3 atomlu kimyəvi 3 atomlu kimyəvi element yaradır. Burada 2 atomlu və 3 atomlu forması olan oksigendir. Oksigen həm O2 şəklində yaza bilərik, həm də O3 şəklində yaza bilərik. Ona görə də bu da olur B variantı. Aşağıdakı verilmiş şəkildə diqqətlə baxın və verilmiş mülahizələrdən doğru olanı seçin. Deməli, burada deyil, C qabındakı maddələr H xlor molekulundan ibarətdirsə, C qabındakı maddə H xlor molekulundan ibarətdirsə, tutalım və ola bilər. Sonra deyir ki, A qabında hidrogen və xlor molekulundan qarşılığı var. Bu da düzgün ola bilər. Ona görə bir
bir düzgündür. Sonra C qabındakı maddə H xlor molekulundakı ibarətdirsə, B qabındakı mütləq hidrogen molekuludur. Bunu mütləq hidrogen deyənlər burada xlor da ola bilər. Yəni bu yanlışdır. Mütləq söz hidrogen molekulu ola bilər desəydi götürərdik, amma mütləq sözün dediyinə görə biz onu götürmürük. B qabındakılar hidrogen molekuludursa, C qabındakında hidrogen molekulu var. C qabında gördüyünüz kimi hidrogen yox. Məsələn, müxtəlif atomlardan ibarət birləşmədir. Ona görə də bu üçü də götürmürük. B, C qablar qarışdırsaq, həm hidrogen, həm xlor, həm də H xlor molekulu ola bilər. Xeyr, burada deməli, burada həm hidrogen, amma burada birdə nə var axı? Ya bu hidrogendir, ya xlordur. Ona görə də burada deyir ki, həm xlor, həm hidrogen. Ona görə bu düzgün deyil. Ona görə cavabımız olur D. Aşağıdakı verilmiş şəkildə dördüncü qabın içərisində olan maddələrdən biri karbon qazıdırsa, hansı ifadə doğrudur? Biri karbon... İndi bir baxaq. Burada dördüncü qabda 3 müxtəlif kimyəvi element var. Xeyr, deyə bilmərik dördüncü qabda 3 müxtəlif kimyəvi. Çünki 2 dənə müxtəlif kimyəvi işarə var. Üçüncü qabda kimyəvi element molekullarının sayı 3'dür. Üçüncü qabda kimyəvi element molekulları. Kimyəvi element deyil axı. Buradakı kimyəvi birləşmədir. Ona 3 molekul var ya. Ancaq 1, 2, 3 molekul var. Ancaq bu kimyəvi birləşmənin molekuludur. Ona görə də 1 də götürmürük, 2 də götürülmür. Bunlar buza. 1 də, 2 də götürülmür. Sonra ikinci qabda oksigen molekulları verilmişdir. Aha, ola bilər. Üçüncü düzgündür. Sonra birinci qabdakı maddəndə üçüncü qaba əlavə edilərsə, üçüncü qabda karbon qazı molekulu yaranar. Xeyr, bunda tam demək olmaz ki, birincini ora əlavə etsək, karbon qazı yarana bilər. Ona görə bu da düzgün deyil. Ona görə cavabımız olur C variantı. Yalnız 3. 61-ci sualımızda deyil. Ağ fosfor haqqında doğru ifadələri seçin. Bilirik ki, ağ fosfor zəhərlidir və sarıya çalan ağ rənglidir. Düzdür, may halda yox, bərk halda ixticərin yaxşı keçirir, xeyr keçirmir. Ona görə cavabımız olur A variantı. 62-ci sualımızda deyilir. Verilmiş ifadələr hansı maddəyə aiddir? Adi şəraitdə bərk halda sarı rəngli maddədir. Kristal və plastik forma 2 müxtəlif şəkil dəyişməsi var. Söhbət burada kükürddən gedir. Verilmiş ifadə hansı maddəyə aid? Adi şəraitdə bərk boz rəngli maddə elektrik cəryanı keçirir. Yumşaq və kövrəkdir. Söhbət burada qrafitdən gedir. 63-cü sual. 64. Aşağıdakı verilmiş hansı altopik modifikasiyasılarından biri elektrik cəryanı karbonun altopik modifikasiyası olan qrafit elektrik cəryanını keçirə bilir. 65-ci sualımıza baxırıq. Deyir, aşağıdakı elementlə hansı altopik modifikasiyası var? Modifikasiyası var, oksigenin altopik modifikasiyası var, O2 bir də O3 şəklində. Fosforun hansı altopik şəkildə suda saxlayırlar? Çünki asanlıq deməli yadınıza saxlayın ki, həmişə ağ fosforu suda saxlayırlar ki, bu havanın oksigenli reaksiyaya girməsin. Müəllim şagirdə dedi, uşaqlar karandaş və dəftərinizə adınızı yazın. Sizcə dəftərin qara izlər hansı element atomlardır? Grafitin tərkibindədir. Grafit özü karbon atopik şəkil dəyişməsidir. Deməli, nə olacaq? Karbonun olmuş olacaq. Aşağıda verilmiş variantda hansı helium qazını göstərir? Dedi ki, helium tək atomlu qazdır. Tək atomlu qaz isə C variantına uyğun gəlir. 69. Aşağıda verilmiş variantlardan hansı oksigen qazını göstərir? Oksigen qazı bildiyimiz kimi 2 atomludur. 2 atomlu birləşmə isə D variantına göstərilib. Adi şəraitdə qaz halında olan qeyri-metallar sırasından seçin. Oksigen qazı da azot, xlor, bir də flordur. Bu da C variantına verilib. Bu qədər diqqətinizə görə sağ olun, bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.